Bu videoda Excel'də F4 düyməsindən danışmaq istəyirəm. Bu düymə haqqında əvvəlki videolarda danışmışdım. Xananı sabitləşdirmək üçün istifadə edilir. Məsələn, belə bir cədvəlimiz var. Məhsulun qiyməti dollarla verilir. Biz onu Azərbaycan manatına çevirməliyik. Bugünkü məzənlər D3 xanasında yerləşdirilib 1,7 manat. Bərabərdir. Dollarla olan qiyməti vururuq məzənnəyə. Beləliklə biz manatla olan dəyərini tapırıq. Lakin biz bunu aşağı dartsaq, görürsünüzmü? Səhv verdi. Ona görə də sabitləşdirmə düyməsindən istifadə edək. F4-ü vururuq. Beləliklə 119 manat buradan da aşağı dartdıqca manatla qiyməti salır. Bunun haqqında danışmışdıq. F4 düyməsinin başqa hansı işlər görür, onun haqqında danışmaq istəyirəm. F4 düyməsi xanada son edilən dəyişikliyi başqa xanalarda tətbiq edir. Məsələn, sağ düyməni vurduq, insert əmrini vurduq, yeni bir sətir əlavə etdik. Bundan sonra əlavə sətirlə əlavə etmək istəyirsə ki, F4 düyməsini vurdu, neçə də vurduqdan sonra yeni bir sətir əlavə edir. Və yaxud eynincə də sütun, insert vurduq, bundan sonra F4 düyməsini nə qədər vurduq, yeni sütunları əlavə edəcək. Və yaxud silmişik xanada. Bundan sonra hər hansı bir xana üzərində vurub F4 düyməsini vursaq, beləliklə orada həmin məlumatları siləcək. Hər hansı bir xanaya bir fon vermişik. Bundan sonra hansı xananı seçsək, F4 düyməsini vursaq, həmin fon veriləcək. Yəni son istifadə etdiyimiz, məsələn, tutaq ki, bu xanalarda mən rəngini dəyişmişəm. Seçdikcə F4 düyməsini vuranda seçdiyimiz xananın hamısı rəngi həmin etdiyimiz son əməliyyatın gördüyümüz işləri burada tətbiq edəcək. F4 düyməsi Excel proqramında çox istifadə olunan maraqlı düymələrdən biridir. Yer gəlmişkən bir şey də qeyd edeyim. Bəzən səhv başa düşülür. F4 düyməsi, klaviatur hərf rəqəm düymələri var. F düyməsini basıb saxlamaq 4 vururlar, yox. Bax, funksional düymələri var. F1-dən F12-yə kimi. Bax, F4 düyməsi, bax, bundan söhbət gedir.